Əzizim Niyam Salami. 6 illik biznesi Niyaminin məhv olub, yerlə yeksən olub. Bilirik ki, Niyam Salami həm müğənni kimi müğənnidir təbii ki. Sonra son vaxtlar bizneslə məşğul olurdu. Həm də ki, restoran şəbəkələrini, bilmirəm neçə restoran idi, amma bilirəm ki, restoran işində artıq püxtələşmişdi. O bu yaxınlarda bir verilişdə restoran biznesindən danışıb. Təbii ki, bizim media istinad edirəm. 6 il restoran biznesi ilə məşğul oldum, amma cəmi 3 il nəsə qazandım. Amma digər 3 il qazanmadım. Ancaq 40-50 ofisiant, aşpaz müğənnilərə xeyir verdim. Mən vasitəçi oldum, maaş verə bildim, ziyana düşdüm. Özüm pul qazanmadım, niyam deyib, amma maaş verə bildim. Artıq mən yalnız musiqi ilə məşğul oluram. Niyə? Mən bir sözüm var, bəzən işlədirəm onu. Deyir ki, o əskər deyil ki, general olmaq arzusunda deyil. Niyə ki, lap oteldə işlədin? Burada nə var ki? Restoranda işlədin. Bacarırsınızsa, bunu niyə etməyəsiniz ki? Mən düşünürəm müğənnilərimiz elə qadınlarımız, heç qadınlarımıza ehtiyac yoxdur məsləhət vermək. Onlar üçün iş ancaq kişi tapmaqdır. Pullu kişilər. Amma kişilərimiz yazığım gəlir. Bu sənətdə, show biznesdə olan kişilərə yazığım gəlir. Susub sakit oturublar. Niyam, geri çəkilməyim. Mən düşünürəm, siz restoran işini artıq başqalarından daha yaxşı bilirsiniz.